Hər vaxtınız xeyir, Vəfa. Bəli, sizin də qeyd elədiyiniz kimi hava çox gözəldir. Daha doğrusu əvvəlki günlərdə hava bu qədər yaxşı deyildi. Su qovuşanda da, elə Füzulidə də avar çəkənlərin işinə bir qədər çətinlik törədirdi. Amma bugün hava onlar üçün, belə deyək, istənilən də, arzu olunandır. Mən yarış proqramı barədə sizə məlumat vermək istəyirəm ki, bildiyiniz kimi, aprel ayının 28-də Füzulidə bizdə şou proqram təşkil olunmuşdu xüsusi. Aprel ayının 29-unda Mingəçeviri mərkəzində reqatanın paradı reallaşmışdı. Dünən isə artıq su qovuşanda ənənəyə sadiq qalaraq yarışımızın ilk qalibləri müəyyən olunmuşdu. Əvvəlcə açılış mərasimi reallaşdı, daha sonra isə ilk qaliblər bəlli oldu. 32 dəst medaldan ümumilikdə 4 dəst medal dünən öz sahibini tapdı və nə xoş ki, onlardan 3-ü də məhz Azərbaycanlı idmançıların payına düşdü. Təmsilçilərimizdən Əlimurad Hacızadə, Mustafa Vəlizadə və Amil Ramazanov bürünc medal qazandılar. Dünənki yarış 200 metr məsafəyə kayak və kanoya qayığında təşkil olunmuşdu. Bugün isə biz Mingəçevirdəyik və yarışın belə deyim ki, ən geniş proqramı məhz bugün reallaşacaq. Bugün avar çəkmənin 3 növündə, akademik, kayak və kanoya növlərində qaliblər bəlli olacaq. Telefondan da yəqin ki, idmançıların o qələbə şüarlarını eşidirsiniz. Deməli, bugün kayak və kanoya qayıqlarında 500 və 1000 metr məsafədə, akademik avar çəkmədə isə 1500 metr məsafədə qaliblər bəlli olacaq. Ümid edirik, bugün də Azərbaycan təmsilçiləri bu yarışın iştirakçıları arasındadılar və ümid edirik ki, artıq qızıl medallar da onlar qazanmağa müvəffəq olarlar. Əvvəlki reqatalarda olduğu kimi. Ümumi reqata barədə məlumata gəldikdə isə sabah reqatamızda sonuncu yarış günüdür. Artıq eyni zamanda axşam saatlarında yarışımızın bağlanış mərasimi olacaq və qalib komandaya kubok təqdim olunacaq. Hər gün isə məhz o günün qaliblərinin xüsusi mükafatlandırma mərasimi olur və eyni zamanda yarışımızda 20 ölkədən 200-dən artıq idmançı iştirak edir. 3 qitənin idmançıları burada təmsil olunurlar. Belə, mənim sizə hələlik çatdıracaqlarım bu qədər.